Ben düşünürəm ki, tiktoker deyim ona, bloger deyim ona, bilmirəm. Mən düşünürəm ki, televiziyada, TV-lərdə olan bütün heyətlər var, ekiblər var. Televiziyalardan uzaqlaşdırılmalıdır. Onlara verilən o əmək haqqları dayandırılmalıdır. Bir velizar çıxıb da ortaya belə peyda olub. Yenə də deyirəm, bilmirəm ona bloger deyim, tiktoker deyim, şovmen deyim, elə şovmen deyim. Demək, kimləsə danışıram, deyir ki, saat 10 tamama qədər işlərimi yekunlaşdırmalıyım. Niyə? Velizar saat 10 tamamda, bilmirəm neçədədir, məsəl üçün. Velizarın saat 10 tamamda canlı yayımı olacaq, mütləq ona baxmalıyam. Digərinə nəsə danışıram, deyir, axşam Velizarın canlı yayımı falan saat olacaq. Bu adam insanları bilmirəm nə edib? Nə edib ki, insanlar hamısı köklənib ki, ona baxsın? Televiziyalar, inanın ki, sizə yazığım gəlir. Orada çalışanlar, elə sizə yazığım gəlir. Siz bütün pullarınızı, mən düşünürəm, elə o ekiblərə verilən əmək haqqları var, bu Velizara versinlər də. Ona görə ki, TV-lərin edə bilmədiyini, düz deyib, müəyyən şeylər var ki, mən də onu bəyənmirəm. Bəzən insanları aşağılayır, nə bilim, seçim edir, gözəl oğlan, çirkin oğlan, uca boylu. Bunları düzdür, təbii ki, bəzi şeyləri mən də qəbul etmirəm. Amma o potensial var, o istedad var, o qabiliyyət var. Şou yaratmaq var. Doğrudan da həm şou yaradır, bir də görsən bəzən o qədər ciddi olur. Bəzən bir də görsən üzündə bir təbəssüm, sonra bir sərtlik, sonra bir bəzi nələrsə yaratmağı bacarır da. Yenə də deyirəm, neçə TV fəaliyyət göstərir Azərbaycanda? Onların heç birinin edə bilmədiyini bir adam, bir şəxs, bir telefonla, bir telefonun kamerasına, bir də yanındakı gömbul katyasına edir. Hörmətli TV-lər, azından şou edin, onu da bacarmadınız. Bilirsiniz necədir? Edirsiniz, şou etməyin də öz qayda qanunu var, texnologiyası var. Kənara çıxmaq olmaz. Siz o şounu edərkən tərbiyəsizliyə, əxlaqsızlığa, insanları aşağılamaya çox yol verdiniz. Yenə də deyirəm, sizin hər birinizdən o pullar alınmalıdır. Bu Velizara verilməlidir ki, insanlar hamısı köklənib, oturub bu insanına baxır. Neyniyək? Biz hara gedəcəyik belə? Biz hansı TV-dən danışaq? Hansı TV-ni nümunə göstərək ki, filan veriliş, filan layihə, filan proqram var, baxırıq, köklənirik, öyrənirik, nə bilim, həsrətlə, intizarla o saatı gözləyirik. Niyə görə bunları edə bilmədiniz? Niyə görə TV-ləri məhv etdiniz? Bir Velizar bütün TV-lərə dəyər. Velizar, bilmirəm sənə nə deyim. Bilmirəm, çalış, şou yaratsan da kənara çıxma, insanları təhqir etmə. Yaxşı.